Hörmətli forum iştirakçıları. İndi isə ikinci panelimizə keçid alırıq. İkinci panelimiz mühasibatlıq sahəsində beynəlxalq təcrübə və onların ölkəmizə uyğunlaşdırılması yolları. Moderator Abdülkerim Sadıqov. Radil müəllimin sözünə qüvvət, mənə üzr hesab eləyin. Yəni, tribunada dayanmağa öyrəşməmişəm mən, peşəm gərəyi. Əvvəla hamını salamlayıram və burada doğrudan hər birinizi tək-tək görməkdən doğrudan çox məmnunam və buna görə də sırf bugünkü bu iştiraka görə də peşəmizin gələcəyi ilə bağlı çox ümidliyəm. Bizim panel bir tərəfdən beynəlxalq təcrübə ilə bağlıdır, bir tərəfdən də belə deyək, mövcud normativ və qanunvericilik sənədlərinin təkmilləşməsi ilə bağlıdır. Beynəlxalq təcrübə deyəndə çox vaxt bir yanlış yanaşma olur. Tək bizim sahədə yox, bütün sahələrdə. Sanki beynəlxalqda nə varsa ən yaxşısını tapıb birbaşa bizə, belə deyək, kompüterlə copy-paste kimi, yəni birbaşa köçürməklə tətbiq eləməyə çalışmaq başa düşülür, amma bu olmamalıdır əslində. Mənim beynəlxalq təcrübədən anladığım, beynəlxalq təcrübəni öyrənib, analiz edib, bizim bugün lokal həm dəyərlərə, həm mövcud vəziyyətə uyğunlaşdırılmış yeni öz modelimizi çıxartmaqdır. Biz bizim paneldə bunu eləməyə çalışacağıq, bütün mövzular üzrə. İstər KOS MHBS-nin tətbiqi ilə bağlı, istəyir İSMUBS-un tətbiqi ilə bağlı, istəyir vergi məcəlləsi ilə və ən sonda əmək məcəlləsi ilə bağlı. Bütün bu istiqamətlər üzrə bizim, belə deyək, dərdimiz bu olacaq. Bugün vəziyyət nədir? Biz yaxşıya doğru nəyi dəyişə bilərik və həmin dəyişmək istədiklərimizi nəyə görmək istəyirik? Hamınıza uğurlar arzulayıram. İcazənizlə spikerə dəvət eləyək. İATM Training'in direktoru Aqil Səfərov. Buyurun Aqil mənim. İATM təlimçisi Fərid Nuriyev. Buyurun. 2 sayılı Asan Xidmətin mühasibi Aytən İbrahimova. Su Ehtiyatları Agentliyində Maliyyə və Təminat Şöbəsi müdürü Emin Salamov. Buyurun. Əmək qanunvericiliyi eksperti və əməyin üçotu hamımıza tanış olan A'dan Z'ye kitabı müəllifi Anar Bayramov. Son 2 nəfər mən adlarını qeyd edeyim. Texnik səbəblərlə bağlı bir gecikmə var. Almet Holding şirkətinin baş mühasibi Kamran Məmmədov və N-Group Consulting'in rəhbəri Elvin Zaydov ən qısa vaxtda qoşulacaqlar bizə. Birinci çıxışın sözü Aqil müəllimdən Fərdi müəllimə vermək istəyirəm. Mövzu doğrudan çox maraqlıdır. Mənim özüm üçün də maraqlı olan bir mövzudur. Hətta mənim tədqiqat apardığım mövzulardan biridir. KOS MHBS ilə bağlı uçot aparmağa çalışan müəssisələrdə mövcud qaydalarımızın, mövcud normativ sənədlərimizin təkmilləşməsi ilə bağlıdır. Və Aqil müəllim və Fərid Nuriyev bu mövzuda birlikdə çıxış edəcəklər. Buyurun yoldaşlar. 2 mikrofon təşkil etmək mümkündür. Yəni orada dayanmaq istəyirik. Salam aleykum, xoş gördük hamını. Dediklərimizin ardını gətirərək Fərid müəllimdə mən də ikimiz də təlimçiyik və biz də oturmağı xoşlamırıq. Ona görə də biz də elə ayaqsa danışmağa üstünlük verdik. Bir də pult lazım. Proyektor üçün. Orada var. Bugünkü mövzumuz MHBS və KOS MHBS uyğun uçot aparan şirkətlərdə uçot hesablar planı və maliyyə hesabat formalarının təkmilləşdirməsi yollarıdır. Çox geniş mövzudur. Bu geniş mövzu haqqında biz Fərid müəllimdən bəlkə bir 3-4 saat danışa bilərik. Amma bizim bugünkü danışmaq üçün müddət həddən artıq az olacaq. Ona görə də çalışıb sığmağa çalışacaq. Ümumiyyətlə, bugün vəziyyət necədir? Zaten bu günləri bizim danışdığımız hissə bilavasitə bu günləri Azərbaycan Respublikasında tətbiq edilən uçot və hesabat sisteminin təkmilləşməsi və belə deyəksə, vergi uçotu ilə maliyyə uçotunun uyğunlaşması haqqında müəyyən bir hissələrdən də danışacağıq və həmçinin bizim Respublikamızda tətbiq edilən beynəlxalq standartların mövcud vəziyyətlə reallığının üst-üstə düşməsi haqqında danışacağıq. Ümumiyyətlə, mühasib kimdir? Mühasib nə iş görür, nə edir? Sözsüz ki, mühasib müəssisədə maliyyə ilə əlaqəli məlumatları toplayan, onları ölçən və həmçinin onu emal edərək
təhlil edib, hesabat halına gətirib təqdim edən bir şəxsdir. Və ümumiyyətlə bugün mühasibin nə iş görəcəyini demək olar ki, yəqin ki, aramızda hamımız bilirik. Çünki bayaqları sorğu aparan Könül xanımın sorğusunda mən gördüm ki, demək olar ki, burada hamı mühasibdir. Və hətta əl qaldırmayanlara mən baxdım və gördüm ki, onların da 90% yenə mühasibdir. Zaten əl qaldırmayıblar. Və bu zaman mən sizə bir sual vermək istəyərdim. Bugün siz hazırladığınız maliyyə hesabatlarını, hazırladığınız maliyyə hesabatını deməyək, sizin apardığınız uçot nəyə uyğun aparırsınız? Maliyyə uçotuna uyğun aparırsınız, yoxsa vergi uçotuna? Maliyyə uçotuna aparan varsa, əllərin qaldırsın. Bəs vergi uçotuna uyğun aparan, hər şey bəllidir. Deməli, göründüyü kimi bu günləri bizdə, Respublikamızda biz baxmayaraq ki, maliyyə uçotu tam şəkildə tətbiq edilir, tam şəkildə bu qanun ən son 19-cu ildə mühasibə uçotu haqqında qanuna edilmiş dəyişiklikdən sonra biz müasir, yeni beynəlxalq standart, yəni ki, IFRS MHB-sini tətbiq edirik bu ümumi məsələlər üzrə və həmçinin KOS MHB-si tətbiq edilməsinə baxmayaraq, reallıqda vəziyyət hər şey fərqlidir. Bugün biz maliyyə uçotunu tətbiq edəndə, maliyyə uçotunu sadəcə olaraq adını tətbiq edirik və hesabatların bir növ formasını özümüzə uyğunlaşdıraraq onu təqdim etməyə çalışırıq. Zaten mühasiblərin də 90%-i nə etməklə çalışır? Vergiyə uyğun iş aparmağa çalışırlar ki, necə edək ki, hər şey yaxşı olsun. Zaten bu günləri bizim hesablar planımız, uçotumuz və həmçinin bizim digər proseslərimiz də belə deyək, reallığa uyğun deyil. Məsəl üçün, bizim hesablar planımızda da problemlər var, hesabatlıqla və uçotda da problem var. Məsəl üçün, bizim hesabatlarda nə cür problemlərimiz var? Deyək ki, 5 maliyyə hesabatımız var, onların 4-ü uyğun şəkildə tətbiq edilə bilir. Düzdür, bəzi dəyişiklik var, birazdan Fərid müəllim bu barədə sizə danışacaq. Amma buna uyğun olaraq, məsəl üçün, bizim hazırladığımız maliyyə hesabatlarının 5-i də reallığa uyğun deyil. Bir növ formanı ortaya qoyuruq. Məsəl üçün, izahlı qeydlər forması mahiyyəti tam şəkildə ortaya qoya bilmir. Böyük problemlər mövcuddur. Sonra, biz həmçinin hesablar planının əgərləri göz gəzirsək, görərdik ki, bu günləri bizdə tətbiq edilən hesablar planı tam şəkildə beynəlxalq standartlarının hesablar planına uyğun gələ bilmir. Və buna biz birazdan yenə də onu hansı problemlər var, hansı çətinliklər var, o haqda danışacağıq. Məsəl üçün, orada aktivin istifadə dəyərindən, sonra digər müqavilə aktivi və s. Elə bir hesablar var ki, valyuta məzənəsi üzrə gəlirlərin tanınması üzrə ayrıca bölmələrin olması demək olar ki, biz bunu hesablar planında heç bir formada görə bilmirik. Və bu barədə isə kim danışacaq sizə? Fərid müəllim. Çox sağ olun, Aqib müəllim. Ümumi olaraq forum iştirakçılarının hamısını salamlayıram. Az öncə Aqib müəllim bildirdiyi kimi və Zala ünvanladığı sualdan da açıq aydın görsənir ki, Azərbaycan Respublikasında əsasən mühasibat uçotu təəssüflər olsun ki, vergi məcəlləsinə əsaslanaraq aparılır. Biz qısa bir araşdırma elədik ki, beynəlxalq mühasib neyinir, Azərbaycanda mühasib neyinir. Əslində, Azərbaycanda mühasib neyinir ifadəsində biraz belə deyək, 90%li bir ehtimal var. Məsələn, çünki 10%li hissədə beynəlxalq mühasibin icra etdiyi prosesləri icra edir. Amma qısa bir daha baxış keçirdək. Məsələn, biz ümumi mühasib ifadəsində ki, terminoloji ifadəyə baxsaq, görərik ki, beynəlxalq mühasib əsasən maliyyə məlumatlarını istehsal edir. Amma Azərbaycandakı mühasiblər əsasən vergi bəyannamələri doldururlar. Paralel. Biz beynəlxalq mühasib dedikdə əsasən IFRS-ə, yəni MHB-yə əsasən uçot aparırıq. Lakin Azərbaycandakı mühasiblər, yəni bura özüm də daxil olmaqla bunu bildirmək istəyirəm. Yəni biz əsasən nəyə əsasən? Vergi məcəlləsinə əsasən uçot aparırıq. Paralel. Biz beynəlxalq mühasib dedikdə biznesin maliyyə vəziyyətini təhlil edən bir şəxs üçün başa düşürük. Amma Azərbaycanda mühasib vergidən problem çıxmamasını nəzərdə saxlayır. Paralel. Biz beynəlxalq mühasib dedikdə pul axınlarını planlayan bir şəxs üçün başa düşürük. Lakin Azərbaycandakı mühasiblər əsasən vergi hesablama və ödəmə günlərini əzbərdən bilir və əzbərləyir. Bu dəqiqə mən hamımızdan soruşsam ki, ədviyyə bəyannaməsinin son gününə vaxtı hamımız bir ağızdan ay bitəndən sonra növbətin 20-sinə qədər ki, ifadəni deyəcəksiniz. Amma digər IFRS ilə bağlı nüansları biz burada danışmaq istəsək, bəlkə də mən qarışıq prosesdə düzgün cavab verə bilməyəcəyik. Paralel. Biz beynəlxalq mühasib dedikdə riskləri qabaqızdan müəyyən edən şəxs üçün başa düşürük. Çünki həmin şəxs maliyyə hesabatlarını hazırlayır və hazırladığı hesabata görə müvafiq olaraq qarşı tərəfə məlumat verir. Lakin Azərbaycandakılar təəssüflər olsun ki, hər kəsə şamil olunmur, cəriməni fakt olandan sonra öyrənir. Paralel,
biz menecmentdə qərar vermədə kömək edən bir beynəlxalq mühasib anlayışına malikik. Lakin Azərbaycanda biz sadəcə sahibkara heç bir problem yoxdur deyir, prosesi davam etdiririk. Bunlar yanlışdır. Çünki biz beynəlxalq mühasib anlayışına cavab verən bir mühasibatı formalaşdırmağa çalışırıq. Çünki mühasibat çatı haqqında qanun nə deyir? Azərbaycanda yalnız 3 fərqli beynəlxalq standart tətbiq oluna bilər. Hansılardır? IFRS, yəni maliyyə hesabatının beynəlxalq standartları, KOS MHBS və ictimai sektor üçün mühasibat çatının beynəlxalq standartları. Amma təəssüflər olsun ki, biz Azərbaycandakı mühasib anlayışından danışanda bu deyilən standartların heç birinə texnik olaraq əməl eləyə bilmirik. Bəs səbəb nədir? Yaxşı, biz niyə mühasib kimi, yəni beynəlxalq mühasibin cavab verdiyi xüsusiyyətlərə özümüzdə barındıra bilmirik? Yəni bir beynəlxalq mühasib kimi davrana bilmirik. Səbəb özümüzük, yoxsa ölkədəki müvafiq vəziyyətdir? Əslində çoxlu səbəblər gətirmək olar. Lakin biz müvafiq bu forma hazırlaşmamışdan qabaq dedik ki, bizim ölkəmizdə mühasibat çatı haqqında qanun var. IFRS-in, KOS MHB-sinin tələbi ilə bağlı, mühasibat çatının aparılmasının qaydaları ilə bağlı 201 bir nömrəli qanun və 215 nömrəli qanunda mühasibat çatının aparılması qaydaları qeyd olunur. Bir həmin qaydaları bir baxaq dedik və həmin qaydaları oxuduqda təəssüflər olsun ki, orada bəzi hesablar gördük ki, IFRS-də o hesabların adlarına rast gəlirik. Lakin bizim hesablar planında olan adlar yoxdur. Məsələn, hansılardır? Müqavilə aktiv anlayışı, contract assets, 15 nömrəli standarta əsasən. Bununla bağlı ayrıca bir hesab maddəsi mövcud deyil. Paralel, müqavilə öhdəliyi, paralel, aktivdən istifadə hüququ, icarə ödənişlərin cari dəyəri, düzdür, icarə öhdəliyi anlayışı var, amma tam cavab vermir və kapital aləti, IFRS 9-da adı keçən kapital aləti var. Orada bilirik ki, compound instruments var, mürəkkəb maliyyat alətləri var. Hansı ki, orada kapital alətini birmənalı əhatə eləyəcək heç bir hesab maddəsi mövcud deyil. Əslində, mən bu siyahını çoxlu şəkildə uzada bilərdim. Lakin bunu göstərməkdəki əsas məqsədim odur ki, ümumi bir mənzərə ilə tanış olaq ki, bizim hal-hazırdakı mühasibat çatının aparılması qaydaları IFRS-lə o qədər də nədir? İnteqrativ edilməyib, inteqrasiya olunmamışdır. Həmçinin, IFRS for SMS'də, yəni KOS MHBS standartında bəzi qeydlər var ki, bunların hamısını göstərməyəcəm sizə, bəzilərinə məlumat vermək istəyirəm. Bəzi qeydlər var ki, onlar qanunda yer alan bir uçot qaydası kimi öz əksini tapır. Lakin bizim standartımızda tamamilə başqa bir şey deyir. Gəlin bir ikisinə baxaq. Məsələn, qanunda yer alır ki, təcrübə konstruktor işləri mütləq formada nə olmalıdır? Kapitallaşdırılmalıdır. KOS MHBS-dən danışırıq. Lakin biz 18 nömrəli bölməni açıb oxuduqda orada görürük ki, düzdür, mən burada tədqiqat və inkişaf xərcləri yazmışam, maddəni tam oraya yerləşdirməmişəm, amma istəsiniz açıb baxa bilərsiniz. KOS MHBS standartı təcrübə konstruktor işlərinin kapitallaşdırılmasına icazə vermir. Madam ki, icazə vermir, niyə qanunda bununla bağlı uçot qaydası mövcuddur? Başqa, əsas vəsaitlərimizin yenidən qiymətlənmə modeli. Bilirik ki, IS 16-da 2 maddə vardır yenidən qiymətləndirmə ilə bağlı. Biri ilkin dəyər yığılmış amortizasiya proporsional qayda, bir də ki, balans dəyərinə çatdırma qaydası var. KOS MHB-də isə yalnız bir dənə qayda var. O da əsas vəsaitin balans dəyərini tap, bazar dəyərini tap, müqayisə ilə. Lakin bizim qanunumuzda təəssüflər olsun ki, proporsional qayda ilə bağlı yer alıbdır. Hansı söhbət KOS MHB-sini tətbiq edən müəssisələr üçün nəzərdə tutulan qaydadan gedir. Bir iki dənəsinə göstərək. Təyinatı üzrə istismara hazır olan torpaq dışı avadanlıq 113 nömrəli hesablar planında yer alıb. Ümumiyyətlə, biz TTA ilə bağlı hesablar planına baxdıqda orada 3 dənə hesab görürük. 111, 112, 113. 111 onun ilkin dəyərini təmsil edir. 112 yığılmış amortizasiya, qiymətdən düşmə zərər. 113 isə kapitallaşdırılan məsrəflər. Yəni, əsas vəsait alınıb, lakin hələ istismara hazır vəziyyətə gətirilməyib ki, biz onu amortizasiya eləyə bilək. 113 nömrə 2-də təyinatı üzrə istismara hazır olan torpaq dışı avadanlıq maddəsi var. Mən bu maddəni ilk oxuyanda heç nə başa düşmürəm. Çünki əgər əsas vəsait təyinatı üzrə istismara hazırsa, artıq o amortizasiya olunmalıdır. Hansı ki, biz bunu maddə ilə əsaslandıra bilərik. Burada bir sıra əlavə nüanslar da var, mən bunları toxunmaq istəmirəm. Ki, görmək və bilmək lazımdır ki, bizim hal-hazırda faktiki qanunumuz, təəssüflər olsun ki, yəni qaydamız standartla o qədər də bağdaşmır. Bunu da səbəbi mən nə əsaslandırıram? 2017-ci ildə 201 qanunu qəbul olundu. Daha sonra 2019-cu ildə 215. Və mən açıq aşkar görə bilərik ki, 201-dən qaynaqlanaraq, əsaslanaraq 215 hazırlanıbdır. Və bəzi incə məqamlar da gözdən qaçırılıbdır. Digər nüanslara isə toxunaq, məsələn, müəyyən fərqliliklər var. 18 nömrəli standartın tətbiqi. Ki, bu standart haqqında istəyirsə, Agim siz danışa bilərsiniz, ümumi olaraq. Maliyyə hesabatlarının təqdimat və açıqlama hissəsində biz mərhələləri mən toxundum qısa müddət bir forma olaraq. Dedik ki,
maliyyə hesabatlarının tətbiq olunması əslində düzgün formada gedə bilir, uyğunlaşdırılıb. Amma dedik ki, ən böyük problem izahlı qeydlər və uçot siyasətindədir. Amma nəzərinizə çatdıraq ki, bizim yeni bir standartımız MBS 18 bizim MUBS 1-ə əvəz edə bilir. O da hansıdır? Maliyyə nəticələri haqqında hesabat, yəni ki, mənfəət və zərər haqqında hesabatdır. Deməli, bu qanun qüvvəyə minib tətbiq edilməsi tarixi 2027-ci ilin yanvarın 1-dən olmalıdır. Amma bəzi şirkətlər istəsələr daha erkən, daha tez tətbiq edə bilərlər. Amma burada bir nüans var ki, əgərləri şirkət onu daha bir tez müddətdə tətbiq etməlidirsə, artıq nə etməlidir? Əvvəlki bir il əvvəldən başlayaraq onun nə etməlidir? Retrospektiv formada onu, belə deyək də, əmsalların tapılıb müqayisə edilməsi üçün 2 il üzərə götürülməlidir. Baxın, həmin bu bizim hesabatın formasıdır. Əvvəlki forması gördüyümüz kimi nisbətdə sadədir. Amma yenisində isə gördüyümüz kimi əlavə burada maliyyələşdirmə, mənfəət və digər həmçinin sahələr öz əksini tapıb. Bu da bir növ birisiz nəyə oxşuyur? Pul və sahət hərəkəti haqqında hesabata yəqin ki, tanışdığınız var. Bir növ elə bir ki, onun maddələrinə nisbətdə yaxınlaşdırılıb ki, mənfəəti müəyyən edən zaman və ya zərəri müəyyən edən zaman ona əsaslandırıla bilsin. Vaxtımızın məhdudluğunu nəzərə alaraq... Son olaraq, bəli, mən də ümumi təkliflər haqqında danışmaq istəyirəm. Halbuki burada mən Avropadakı tətbiq olunan mühasibə usul maddələrini danışacaqdım, lakin vaxtımızın azlığı səbəbinə o isə çox toxunmaq istəmirəm. Son olaraq təkliflərimiz də ola bilər, əziz yoldaşlar. Deməli, əsas təkliflərimiz təbii ki, hesablar planında olan müvafiq uyğunsuzluqların aradan qaldırılması, daha sonra qanunvericilikdə olan xətaların aradan qaldırılması, IFRS 18-in tələblərinə uyğun olaraq maliyyə hesabatları formalarının yenidən gözdən keçirilməsi, əldən keçirilməsi, mühasibatlığın təməl prinsiplərinin əsas məqsəd halına gətirilməsi, bunu nə üçün vurğulayıram? Vergi uçotuna görə deyil də, mühasibat uçotunun prinsiplərinin əsasən uçot aparma qaydalarının əsas məqsəd halına gətirilməsi lazımdır. Bir də təbii ki, KOSM MBS tətbiqi nəzarətdə xüsusi möhkəmləndirmə halları olmalıdır ki, düşünürük ki, bu hadisələr olduğu təqdirdə ölkəmizdə mühasibatlıq məsələləri daha optimal hala gələcək və təkmilləşmə prosesləri daha düzgün həyata keçiriləcək. Və son olaraq da nə təklif edə bilərik? Çalışmaq lazımdır ki, bu KOSM MBS üzrə olan bu prinsiplər və praktiki prosesi Azərbaycan reallığına uyğunlaşdıraraq yeni bir belə lokal şəkildə bunu tətbiq edə bilsək, bu bir təklifin ardıcı kimi deyə bilərik. Daha da məqsədə uyğun olar bilər ki, artıq bildiyim kimi bu fikirlər geniş yayılmağa başlayıb və bunu artıq araşdırmağa başlamışıq. İnşallah ki, bu belə də qonşu dövlət Türkiyədə olduğu kimi və digər ölkələrdə olduğu kimi bizdə də tətbiqatını tapa biləcək. Çox sağ olun, diqqətinizə təşəkkür edirik.